Mən Eyvazadə Konstitusiya sisteminin ikinci kurs tələbəsiyim. Rüstəm İvan mənzilində keçirəcəyim. Əlbəttə ki, müəllimlərin iştirakında. Bizim proqramımız genişdir, rəngarəngdir. Yəni, biz tələbələrə rus bəstəkarlarından, xarici bəstəkarlardan, əlbəttə ki, Azərbaycan bəstəkarlarının əsərlərinə tədris edirik, müşahidə öyrədirik. Onunla yanaşı, vokalçılarla, vokalistlərlə yanaşı, həm də instrumental ifaçılarla müşahidə etməyi çalışırıq ki, öyrədək, tədris edək. Ancaq bu günləri biz görkəmli bəstəkarımız, Fikrət Əmirovun, Azərbaycan bəstəkarı Fikrət Əmirovun Sevil operasından Sevil ariyasını işləyəcək. Gedir. Sən onu daha dolğun, o demək deyil ki, iki fortadır, sən onu bərkdən vurmalısan. Yox, sadəcə səndə burada solo hissi olduğuna görə o ab-havanın, Lalə müəllimənin hissəsi, yəni Sevil burada dayanır və o orkestra çalırdı, orada sən bunu izah edirsən. Bir də zəhmət olsa buradan başla. Artıq sən o qədər köməkçi formada gedir, mövzu yuxarıdadır. O mövzunu necə polifonik səslənmədə biz necə eləyirik polifoniya çalanda? Mövzunu göstəririk, köməkçiləri yığışdırırıq. Sənin köməkçilərin onu qabartmamalıdır. Başa düşdünmü? Ona görə də mətni yaxşı-yaxşı öyrənmək lazımdır. Bir də zəhmət olmasa verək.
gözəl şəkildə o kulminasiyaya qalxmaqdan ötürü birinci texniki işləmək lazımdır. Bunu biz işləmişdik, yenə də evdə işləməsin, çünki tam deyil hələ. Düzdür, bizdə pilələrin bəziləri işləmir, amma yenə də dəxli yoxdur. O hərəkət, o iş olmalıdır. Başa düşdün, bu yerlərdə də vurmaq lazım deyil, yenə də ötürük, amma gedişatı, o inkişafı göstərməliyik ki, hara gəldik, çıxdıq. Burada, Zəhmət olmasa burada. Ahista, şu nefesi hissedirik. Aydındır? Evet. Çünkü qulaq asmırsan mənimə, həm də sənin sayın düzgün deyil burada. Bir, da da ra da da, bir və da 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 çəri. Görürsən, yuxarı o inkişaf prosesində, inkişaf xəttində artıq o inqilabi əfal-ruhiyyə ki var. Burada artıq oktavalara keçir, yuxarı registrlərə keçir. Amma o yuxarı registrlərdə çalmaq, o oktavalarda çalmaq o demək deyil ki, möhkəmdən çalıb, sərt çalmaq lazımdır. Yenə də o balansı qorumaq lazımdır. Başa düşürük, ritmi yenə də saxlayırıq. Bir də Zəhmət olmasa buradan verir. Dedi, sen ama çalma. Kulminasyonla geri sen bura o kadar yenə də not axtarışında da fikrin notun yanında qalıbdır. Yəni fikrin qaldı ki, ay mən bunu necə çalacağam, bunu necə edəcəm. Onda artıq sən o həmin o hissləri mənəyə dəstək olub göstərə bilməyəcəksən. Ona görə ki, çünki fikrin qalıb başqa yerdə. Mətnlərdə, texniki problemlərdə, pedalda, birinci hissədə nə cürdür? Yəni o girişdə dedik, o ab-havanı yaratmaqdan ötürü, o piləvari hərəkətlərə görə onu o qədər götürdük ki, bütün harmoniya, hardan gedişat hiss olunsun. Sonra artıq gələndə orada nəfəs kəsici pedallar olmalıdır. Yuxarı artıq o inkişaf tərəfə gedəndə o registrləri çalanda gecikdirici pedallardan hər harmoniyada dəyişir. Çünki harmoniyalar dəyişdikcə mütləq pedal dəyişilməlidir ki, çirkli olmamalıdır. Səndə o hələ alınmadı, çünki yenə də fikrin qalıb öz yanındayım. Çünki bütün bu balansı vurmaqdan ötürü mətni yaxşı bilmək lazımdır və bütün müəllimənin dediklərini də etməkdən ötürü hər tərəfli bu işlərin üzərində çalışmaq lazımdır. Xana-xana, fraza-fraza müəllimənin nəfəsləri